Almaniyada sərgidəyəm, Frankfurtdakı olan sərgidə və çox maraqlı bir tendensiya barədə sizə məlumat vermək istəyirəm. Hansı hallarda sərgi effektiv olur və hansı hallarda sərgilərdə iştirak etmək olar? Mənim fikrimcə, bir sahibkar öz biznesini inkişaf etdirmək istəyirsə, yəni sərgidə satış və ya düzgün kontaktlar əldə etmək istəyirsə, o yalnız o sərgilərdə iştirak etməlidir ki, o sərgilərdə onun potensial auditoriyası var. Yəni, sərgi heç bir zaman çoxlu iştirakçı var məntiqi ilə hərəkət eləmir və dünyada, əsasən də Almaniyada sərgilər ona görə effektiv olur ki, bu sərgilər dar ixtisaslaşmış mövzularda olurlar. Məsəl üçün, əgər biz Köln Messedən danışırıqsa, orada mebildir. Əgər biz Frankfurtda ambiyentdən danışırıqsa, orada ev əşyalardır. Yəni, çalışın elə sərgilərdə iştirak edin ki, orada dar ixtisaslaşma var. Yalnız dar ixtisaslaşma olan yerlərdə sizin sərgiyə qoyduğunuz pul havaya getmir. Vacib deyil, sərgidə çox adam iştirak edəsin. Vacib olan odur ki, sərgidə bizə lazım olan insanlar olsun. Bir sözlə, sərgi siyasətinizi yenidən gözdən keçirməyə dəyər. Uğurlar.